بسم الله الرحمن الرحيم Nəhayət şəfqətlik və mehriban Allah'ın ismi bilan başlayman. سبح اسم ربك الأعلى Həmmidin üstün Pərverdigarının namını pak itiqad qılğın. الذي خلق فسوى O bütün məxluqatını yaratdı. Ularını becirim, yani çiraylıq və münasib şəkildə qıldı. والذي قدر فهدى Məxluqatqa paydalıq işlərini təqdir qıldı. Ularga paydalanış yollarını göstərdi. والذي أخرج المرعى Ot çöplərini östürüb bərdi. فجعله غثاء أحوى Ondan ularını qaramtol quruq ot xəsiga aylandırdı. سنقرئك فلا تنسى إلا ما شاء الله Ey Muhammed, sana Qur'onni o'qitimiz. Allah nasxi qilmoqchi bo'lgan narsadan boshqani unutmaysan. إنه يعلم الجهر وما يخفى Allah bandalarning oshkora va yo'shirin so'z harakatlarini bilib turdi. وَنُيَسِّرُكَ لِلْيُسْرَى Biz seni oson yo'lga, ya'ni islom shariatiga muvaffaq qilamiz. فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَى Vaz nasihat foydali bo'ladigan bo'lsa, kishilarga Qur'on bilan vaz nasihat qilgin. سَيَذَّكَّرُ مَن يَخْشَى Allah'tan qo'rqqan odam vaz nasihatni qabul qiladi. وَيَتَجَنَّبُهَا الْأَشْقَى الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَى Eng shaqiy odam vaz nasihatdan qochadi. U katta o'tqa, ya'ni do'zaxga kirdi. ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَى Ondan u o'tda o'lmaydi va obdan yashamaydi. قَدْ أَفْلَحَ مَن تَزَكَّى Kufrdan va gunohdan pok bo'lgan odam maqsadiga yetdi. وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى U Parvardigorining nomini yod etdi. Ondan namoz o'qidi. بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا Sizlar dunyo tirikchiligini ortiq ko'rsizlar. وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى Oxirat yaxshidir va boqiydir. إِنَّ هَذَا لَفِي الصُّحُفِ الْأُولَى صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَى Bu, ya'ni bu suradagi vazlar shak shubsiz burunqi kitoblarda İbrahim va Musolarning kitoblarida bordir.